Bu qaranlıqda maşın işığında gördüyünüz havasından cəhənnəmə bənzəyən bir kənd Masallı rayonunun Qızılağac kəndidir. Bu kəndə Azər İşıq sözün əsl mənasında müharibə elan edib. Siz bu kəndin insanların ağzından çıxan sözləri eşitsiniz, Azər İşıq əməkdaşları. And olsun Allaha, yatdığınız yerdə kravatda çevrilərsiniz. Onlar sizə nə xoş sözlər, nə gözəl sözlər. Ən böyük məqsəd bunlarda ölkə prezidentinə qarşı belə deyək də aparılan təxribat, insanları, bax, neçə kəndlərdir, böyük kəndlərdir, 50 minlərlə əhalisi var. Yəni, ölkə prezidentinə qarşı təxribat aparılır. Bax, mən dəfələrlə məktub yazmışam, yəni prezident aparatına, Azər İşığın rəhbərliyinə, yəqin ki, alıblar, yenə də harasa ağız burunlarını silib tullayıblar. Deməli, bu insanlar Azər İşıq, deməli, bu kəndin, cəmaatın dövlət başçısından narazı salır, təxribat aparır, məhərrəmlik, imamın 40 gün işıq söndürür. Bu günləri bax, insanlar gəliblər, böyük kətli ehsanlar verilir, insanların toplanırlar kütlə şəklində, ehsanlara yəni toplaşırlar. Bax, həmən günlər bu adamlar işıqları söndürürlər. Bayramlar günü, yəni bundan qabaqki çıxışımda da bax, Qurban bayramı, hansı gün bayram olur bu 5-10 kənddə? Bunlar avtomatik olaraq işıqları söndürürlər, qazı kəsirlər ki, insanlar ölkə rəhbərliyindən narazı düşsünlər, cəmaat başlayır, nə bilim, ölkənin yiyəsi yoxdur, nə bilim, ölkədə anarxiyadır. Yəni, bu vəziyyəti görəndə sözün əsl mənasında insan anlayır ki, ölkənin yəni, yiyəsi yoxdur. Çünki onlar kimdənsə qorxsalar, yiyəsi olsa bu ölkənin. Yəni, bunlar bu hərəkət eləməyə cürət eləməzlər. Yəni, mən sizə bu kəndi gəzdirəm. Yəni, ucu bucağı olmayan bir kənddir. Burada mağazinlər, insanlar, heyvanlar. Bax, quşçuluq fabriki var. Bir dəqiqə quşçuluq fabrikində 30-40 min quş var, toyuq var. O toyuqları, belə deyək də, ölməməyə qoymaq üçün generatorlar işləyir və sahibkarın cibindən hər gün küllü miqdarda pul gedir.